Salamlar hər kəsə. Deməli, əlimə belə bir Makita mini drill düşüb. Markası DF330D'dir. Bu defektdir. Bir problemi var, amma bilinmir nədir. Mənə bu pulsuz başa gəlib defekt olduğuna görə, amma təmir eləyib özümüzə bir əlavə ikinci drill kimi işlətməyə çalışacağam. Görək keçirməyim. İşıq yanır düyməni basanda, amma heç bir reaksiya yoxdur. Başlıq fırlanmır. İstiqamət düyməsi basanda yenə heç bir reaksiya yoxdur. Gəlin indi söküb baxaq, görək bunun dərdi nədir. Makitanı da elə Makitanın sökək. Bateriyanı çıxardaq. Görək bu necə açılır. Aralanıb, indi aralayıb birbaşa açmağa çalışaq. Komponentlər bir tərəfində qalmalıdır, digər tərəfi təmiz çıxmalıdır. Aha, burada şpilkalar da var. Yəqin ki, onları da çıxartmalıyıq. Oy. Yaxından baxsaq görürük ki, motorun ətrafında çoxlu metal hissəciklər var. Ondan xəbər verir ki, ya ətrafdan, ya da bunun içindən sürtünmədən yaranan o metal tozlar, hissəciklər hamısı bunun içinə keçib, böyük ehtimalla motoru zədələyib. Əsas indi motoru çıxardıb kənardan qida verib işlətməyə yoxlayaq, görək işləyirmi. Dəmir hissəcikləri, maqnit kimi yapışan hissə biraz motorun üstündən təmizləyim ki, əlavə nəsə qısa qapanma ehtimalı olsa baş verməsin. Birinci 10 metrlə baxaq, görək vəziyyət nə yerdədir. Birbaşa qısa qapanma göstərir motorun içi. Bateriya portuna baxaq. Bateriya girişi problem yoxdur. Amma burada qısa qapanma göstərir. Müəyyən qədər bu tip diesel motorlarda müəyyən qədər müqavimət olmalıdır. 3-15 ohm təxminən, amma burada təmiz 0 ohm göstərir. Yəni motorun içini açıb baxaq. Motorun rotoru belə fırlanır, amma fırlananda içindən səs gəlir. Bu metal hissələr böyük ehtimalla bunun içinə də keçib. Görək bunun içini aça bilirikmi? Motoru hələ ki bir kənara qoyaq. Onu əsas geniş test eləyəcək, amma bir burada düymə açar da test eləyək, görək bu işləyirmi? Plusu taxaq. İşıq yandı. Burada müsbət mənfi xəttinə baxaq. Basanda görürük ki 11 voltumuz var.
İstiqamət dəyişəndə indi müsbət 11 volt. Əla. Bu hissədə demək ki, problem yoxdur. Problem bu kiçik mühərrikdədir, elektrik mühərrikdə. İndi buna yaxından baxaq. Motorun üstündəki metal hissəciklərə görə daha güclü bir maqnitlə rahat götürə bilərikmi? Yoxlayım. Deməli, bayaqdan da bir yarım saat dəlləşirəm bunu açmaq üçün. Sağ olsunlar. Elə yığıblar ki, motoru ən azından bu arxa hissəsini zədələmədən mühərrikin açmaq demək olar ki, qeyri-mümkündür. Böyük ehtimalla təzə motor alacağım o heç. Amma ən azından bir təmir eləməyi yoxlayacağım. Görüm, bəlkə təmir eləmək mümkün oldu. Çünki təzə motor varsa elə 20-25 dollardır. Gəlib çıxmağı biraz gözləmək lazımdır. Buradan fiziki yerlərdən, pərçim yerlərindən və görürsünüz ki, nə qədər çətindir. İndi ən azından açıb baxaq görək. Dərdi nədir? Bu daimi maqnitli sabit cəryan mühərriklərində normalda kömür olmur. Birbaşa elə mis kontaktlarla olur. Amma burada görünür ki, kontaktın biri ümumiyyətlə yoxdur. Birində də belə qalıb. Yəni, təmirə demək olar ki, əl verməyəcək. Kontaktları böyük ehtimalla ayrıca satmırlar. Yəni, birbaşa təəssüf ki, elə motorun özünü almaq lazım olacaq. Kömür yerlərinin kontaktları çıxaraq, kommutatorlar, yaxından baxaq. Demək olar ki, heç nə qalmayıb. Bu hissədə də yeyilib yoxdur. Bu hissə təmiz yoxdur. A few moments later. Drel təmirini davam etdirmək üçün sifariş verdim və təxminən 1-2 həftə gözləyəndən sonra motorumuz gəldi, əvəzləyici motor. Orijinal Amazondan sifariş verdim, orijinal Makita motoru olmalıdır. Gəlin baxaq. Belə rahat fırlanır. Görə ölçüləri düz gəlirmi? Bu defekt motor. Bu isə əvəzləyici. Üstündə Made in China yazılıb. Amma belə eyni görünür deyərdim. Demək olar ki, birəbir eyni görünür. Əsas kömürləri salamatdır, təzədir. İndi bir dənə buna qida verib yoxlayaq, görək fırlanırmı? Laboratoriya qida blokumuzda 12 volt 3 amper ayarlayırıq. Bu kifayət eləməlidir motoru test eləməyə. İndi qoşub yoxlayaq. Kifayət qədər sürətli fırlanır, amma rahat fırlanır deyərdim. Köhnə elektrik mühərrikini atırıq bura. Bəlkə gələcəkdə lazım olar. Əgər nəsə bir ideyanız varsa bu köhnə mühərriklə nə etmək olar?
Bunu şərhlərdə bildirə bilərsiniz. Mühərrikin ilk növbədə bu sürət qutusuna olan hissəsində belə bir adapter var. Onu bağlamalıyıq. Bunu bura keçirdib bağlayaq. Burada əslində yaxşı olardı ki, mən o mavi rəngli vint bərkidicidən istifadə edeyim. Bunları bağlamazdan əvvəl ki, sonra gələcəkdə bu açılmasın. Loctite deyirlər ona. Mən də bu Liquid Moldingini almışam. Bundan istifadə edək. Hələ heç açılmayıb. Bir açaq. Bu yiv bərkidici boyadan deyək. Bundan biraz çətindir bizdə tapmaq, amma məncə tapmaq mümkün olar. Yəqin ki, Liquid Molding rəsmi distributordan soruşsaz, onlarda olar. İndi gərək bu sürət qutusuna baxaq. Belə deməli, burada planetar deyircəklər var. Görürsünüz və burada da sürət selektorudur. Bu qol önə, geri və yaxud da irəli gedəndə bu hissədə görə bilərsiniz. Birinci sürətdə və yaxud da ikinci sürətdə daha sürətli gedir. Burada da içinə baxaq. Bunu da elə açmışkən bəlkə içini də yağlayardıq. Gördüyünüz kimi belə. Bir dənə pinsetlə bunu açaq. Yağı çox azdır. Bunu yağlasa yaxşı olar. Arxada 3D printer işləyir. Ona görə onun səsi biraz küy yarada bilər. Arzu olunmaz küy yarada bilər. Ona görə üzürlü sayın. Məndə belə sırf belə multi grease markalı yağ var. Sıx belə deyircəklər üçündür. Ondan biraz vuracağım. Burada elə də zənnimcə yüksək temperatura davamlı və s. yağa ehtiyac yoxdur. Adi sürtkü yağlı kifayət etməlidir. Lap doldurmağa da ehtiyac yoxdur. Biraz olsa məncə kifayət eləyər. Onsuz da fırlananda hər tərəfə yayılacaq. Bu sürət planetar deyircəklərin qapağını bağlayaq. Belə keçib, sonra belə kilidlənməlidir. Bunda tam durur. Bu hissəsi hazırdır, əsas hissə. İndi dreli yerinə yığa bilərik. Bir şey göstərim sizə. Bu drelin gövdə hissəsini deməli qabuyan maye ilə bir 2 saat, 3 saat isladıb sonra qəşəngcə yumuşam. Ona görə belə daha təzə görsənirlər. Təmiz olanda işləmək daha rahat olur. İndi bunu formada qoyaq. Yerinə oturdu. Sonra üst hissəsinin bu sürət qutusu selektorunu taxaq. Məncə onu öncə taxmaq lazım idi. Birinci baxaq. Daha sonra tətikləmə və kontroller, bateriya konnektoru və s. bunları taxırıq.
İndi bateriyanı taxırıq. Bateriyanı bu arada burada müsbət mənfi qütbləri verilib və bu qütbləri mən elə birbaşa 12,6 volt təxminən 1 amper laboratoriya qida blokundan verib bateriyanı demək olar ki full şarj eləmişəm. İndi burada müsbəti bu qırmızı ayağa uyğun gələcək şəkildə qoşuruq və drelimiz hərəkətə gəlməyə başlayır. Əla, bu çox yaxşı oldu. Buradan da istiqamət selektorunu və s. İndi onları yerinə taxaq. Və müəyyən incə hissələr var, onları hamısını bir-birinə düzgün oturtmaq biraz vaxt alır. Onun üçün çox məsləhət görürəm, şiddətli tövsiyə edirəm ki, bu cür alətləri və s. istənilən bir şeyi sökəndə, sökməzdən əvvəl və sökə-sökə də bütün addımları foto, video ilə çəkib yadda saxlayasınız ki, sonradan lazım olacaq. Gülməlisi odur ki, indi bir dənə bu hissə artıq qalıb. Bayaqdan tapa bilmirəm ki, bu hara gedir. Nəyinsə bir deformasiya olur və kilit mexanizmidir. Buranın imiş böyük ehtimalla, çünki ən uyğun gələn hissə budur. Bu da fırlanma istiqaməti selektorudur. Görək bunu taxaq yoxdur, görək olurmu? Axır ki, yekunlaşdıra bildik. Bir 15-20 dəqiqə təxminən bunu tam yerinə otuzdurana qədər. Amma işlək kimi görünür. Belə hər şey qaydasında görünür. Yığaq yerinə. Bununla da bir daha uğurlu təmir videomuzun sonuna gəldik dostlar. Həqiqətən də özüm üçün şəxsən deyirəm ki, nəsə bir xarab bir şeyi təmir eləməyin verdiyi zövqü, onu hazır almağının verdiyi zövqdən eyni deyil. Bu təmir eləmək qat-qat daha zövq verici bir şeydir. Həm ətraf mühiti zibilləməkdən, yəni elektronik zibillikdən qoruyuruq bunları. Həm bunlara yeni bir həyat veririk, həyata qaytarırıq. Həm də prosesdə belə alətlərə sahib oluruq və bundan zövq alırıq. Əminəm ki, sizin də aranızda çoxlu sayda bu tip işlərdən zövq alan insanlar var. Nəsə bir xahişiniz, bir istəyiniz olsa, nəsə sualınız olsa, şərh bölməsində qeyd edə bilərsiniz və yaxud da sosial media səhifələrimizdən bizə müraciət ünvanlaya bilərsiniz. Maketanın artıq bir balaca qardaşı da oldu. Yəqin ki, işləri daha sürətli görməyə çox kömək olacaq bizə. Hələlik bu qədər dostlar. Növbəti videolarda görüşərik. Salamat qalın.